bu seçkilərin keçirilməsində Azərbaycan xalqının iradəsidir. Əgər Azərbaycan xalqı bu seçkilərin keçirilməsindən narazı olsa, öz səsini ucaldar. Bugün siz də gördünüz, tam demokratik hava mövcud. Deyir ki, xalq əgər bu günləri prezident seçkilərindən narazı olsaydı, çıxardılar öz haqlarını, istəyərdilər, səslərini uzaldardılar. Daha bu İlham Əliyevə deyən yoxdur ki, haqqını tələb edən xalq çoxdur, millət çoxdur, %90%'dir. Sadəcə olaraq haqqını tələb edəni narkotik iddiamıyla, başqa iddiamlarla tutub səni şərəfsiz peysər polislərin həbs eləyirlər. Həmən o xalqı. Bizim də xalq İraq yaxşılarından qoyun kimi başlarını salıblar aşağı, çıxıb aksiyaları, mitinglərə öz haqlarını, hüquqlarını tələb eləmirlər. Mən buradan Azərbaycan xalqına deyirəm, qeyrəti namusu olan hər bir kəs aksiyalara qoşulsun və diktator İlham Əliyevin prezident olmağının əleyhinə çıxsınlar. Qalxın ayağa Azərbaycan xalqı. İlham Əliyev